Əksər sürücülər var ki, yol hərəkəti qaydalarına əməl etmirlər. Onlar piyada səkilərinin üzərində avtomobillərini saxlayır, sonda da piyadaların hərəkətinə mane olurlar və nəticədə özləri də cərimələnir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi isə belə sürücülərlə bağlı profilaktik tədbirləri davam etdirir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir, lakin təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə nəqliyyat vasitələrini saxlayaraq onların hərəkətinə mane yaradırlar. Belə hal aşkarlandığı təqdirdə həmin sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə bağlı 60 manat məbləğində cərimə tətbiq olunur. Bir daha sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər, əks halda barələrində qanuna müvafiq tədbirlər həyata keçiriləcək. Vətəndaşlar da sürücülərin bu cür etinasızlığından gileylənir. Demək olar ki, gün ərzində bir neçə dəfə belə problemlərlə rastlaşırlar. Hər vaxt hallaşıram, maşın gəlirəm, arxasından keçirəm maşını. Sürücü gəlib dayanmaqla kiminsə yolunu kəsirsə, çox belə yaxşı hal deyil. Gedəcəyimiz yolun üstündə avtomobil saxlayır və mən də məcbur oluram ki, yola düşüm. Ona görə də öz həyatımı da təhlükəyə atıram, başqaları da həyatını təhlükəyə atır. Yer yoxdur, saxlaya bilmirlər, amma yenə də piyadalara mane olmamalıdırlar da. Yəni, başa düşməlidir ki, yəni, qocası var, yaşlısı var, yəni, xəstəsi var, insanların çox toplaşdığı yerlikçi var. Yolla getməli olurlar, yəni, maşın yolu ilə, avtomobil yolu ilə getməli olurlar, bu da təhlükədir. Ekspertlər isə hər iki tərəfə haqq qazandırır və iddia edirlər ki, problem bəzi səkilərdədir. Belə ki, səki anlayışının dəqiqləşməsinə ehtiyac var. Yəni, səkilərin əksəriyyətinin eni ilə uzunluğunun müəyyən edilməsi vacibdir. Elə ərazilər var ki, məsəl üçün, binanın həyətyanı sahəsi. Binalar adətən yol kənarına yaxın tikilir. Təbii ki, bunun bir həyət hissəsi olur. Bir də yola yaxın hissəsi, o da həyətyanı sahə sayılır. Eni də görürsünüz 10 metr, 12 metr eni var. Aidiyyatı qurumlar hesab edir ki, burada səkidir. Amma biz hesab edirik ki, oranın bir hissəsi səki sayıla bilər də. Yəni, hər bir halda bina tikilib, parklama yeri yox, məhdudiyyət var. Bəs bu insanlar maşınlarını harada saxlamalıdırlar? Ona görə bu səki məsələsi deyib, bütün sürücüləri cərmələmək də düzgün deyil. Burada müəyyən bir həddə baxmaq lazımdır. Qəzalar və təhlükələr qaçılmazdır. Onu demək istərdim ki, mənim özüm də hazırda avtomobilimi düzgün saxlamamışam və birbaşa piyadaların hərəkətinə mane oluram və cərimələnə də bilərəm. Elə bu səbəbdən də avtomobilimi icazəli olan yerdə saxlamağa gedirəm. Yəni, məsələ sadəcə cərimə məbləğində deyil. Cərimə məbləği artırılsa, belə halların qarşısı alınacaqmı? Bilmək olmaz. Bildiyimiz odur ki, səkilərdə parklama həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükəlidir. Ələkbər Salih, Zaur Həşimov, Əli Abbasov, Telesər.